Bu il flamingolar Mahmudçala ovçuluq təsərrüfatına daha tez köç ediblər. Mütəxəssislərin fikrincə havanın mülayim və əlverişli keçməsi onların bölgəyə əvvəlki illərlə müqayisədə daha erkən gəlməsinin əsas səbəblərindəndir. Flamingoların ilk dəfə bu qədər böyük dəstələr halında Mahmudçalaya köç etməsi hər kəsin marağına səbəb olub. Rayon sakini Surxay Şahbazov bildirir ki, təsərrüfatın magistral yolun yaxınlığında yerləşməsi səbəbindən yoldan keçənlər də bu nadir mənzərəni çox yaxından izləyə bilirlər. Ümumiyyətlə, Mahmudçala təsərrüfatında köçəri quşların əsasən məskunləşdiyi bir ərazi olaraq digər quşlarla yanaşı bu illəri flamingoların sayının artımı müşahidə etməsi hər halda buradakı olan mümbit şəraitin əlverişli olmasıdır. Daha çox suyun həcmində olan artımla bağlı hesab edilmək olar. İnsanlar üçün daha çox maraqlı göstərdiyi bir ərazidir. Burada insanlar təbiət quşları ilə yaxından seyr etmək imkanı əldə edir. Digər sakin Loğman Teymurovun fikrincə isə sanki quşlar öz qədim köç marşrutlarını yenidən bərpa ediblər. Çox mənzərəli görükür. Həm xarici qonaqlar da düşür, hamı düşür, maraqlanır, çəkirlər. Ördək quşlar da var, qaz da var, quğu da var. Yəni bütün növ quşlardan burada təşkil olunub, yəni məskunlaşıb. Mahmudçala ovçuluq təsərrüfatı çöl quşlarının əsas yaşayış və toplanma ərazilərindən biri olduğundan burada ov etmək qəti qadağandır.